Hər vaxtınız xeyir. Bugün deməli hamımız üçün çox vacib bir sənəddən danışacağıq. Azərbaycan Konstitusiyasından. Yəni bu elə-belə sadəcə qanunlar yığını deyil. Əslində ölkəmizin təməlidir. Bütün sistemin oyun qaydalarıdır. Gəlin elə birlikdə baxaq görək, bu qaydalar əslində nə deməkdir və bizim həyatımıza necə təsir edir. Hər şeyin bir başlanğıcı var, elə deyilmi? Bizim konstitusiyamızın hekayəsi 1995-ci ildən başlayır. Amma bilirsiniz, bu sənəd heç də elə yazılıb bir kənara qoyulmuş bir kitab deyil. Əksinə, o cəmiyyətlə birlikdə yaşayan, nəfəs alan bir orqanizm kimidir. Baxın, 2002, 2009 və 2016-cı illərdə ona əlavələr, dəyişikliklər edilib. Bu da o deməkdir ki, zaman dəyişdikcə konstitusiyada yeni reallıqlara uyğunlaşdırılır. Yaxşı, hər bir vacib kitabın bir növ müqəddiməsi, bir girişi olur. Konstitusiyada da belə bir hissə var, amma biz ona sadəcə giriş demirik. O, sənədin ürəyi, onun ruhudur. Preambula adlanan bu hissə əslində bütün sənədin hansı ali niyyətlər, hansı böyük arzular üzərində qurulduğunu bizə göstərir. Və bu niyyətlər, inanın mənə, sadəcə gözəl səslənən sözlər deyil. Bu, bir növ ölkənin gələcəyi üçün çəkilmiş bir yol xəritəsidir. Yəni, dövlət öz qarşısına məqsəd qoyur ki, müstəqilliyi, suverenliyi qoruyacaq, demokratik bir sistemə təminat verəcək, hamı üçün layiqli həyat quracaq və bütün dünya ilə sülh, dostluq içində yaşayacaq. Bütün digər qanunlar məhz bu təməl üzərində qurulmalıdır. Yaxşı, bütün bu gözəl niyyətlərdən sonra gəlin indi ən əsas məsələyə keçək. Bəlkə də hər bir konstitusiyanın cavab verməli olduğu o ən fundamental suala. Yaxşı, bəs hakimiyyət əslində kimin əlindədir? İdarəçilik kimə məxsusdur? Cavaba keçməzdən əvvəl, gəlin bir saniyəlik dayanıb düşünək. Dövlətin bütün o gücü, bütün səlahiyyəti, bunların hamısının mənbəyi, qaynağı haradadır? Kimdir bu gücün əsl sahibi? Çünki bu sualın cavabı bütün idarəetmə sisteminin onurla sütunudur. Və cavab, Konstitusiyanın elə birinci maddəsində çox aydın, qəti və birmənalı şəkildə verilib. Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bax bu, hər şeyin mərkəzində duran prinsipdir. Yəni, bütün səlahiyyətlər, bütün qərarlar son nəticədə məhz xalqın iradəsindən qaynaqlanır. Yaxşı, çox vacib bir sual ortaya çıxır. Konstitusiya xalq deyəndə kimin nəzərdə tutur? Yalnız ölkə sərhədləri daxilində yaşayanları? Xeyr, cavab çox aydındır. Xalq dedikdə harada yaşamasından heç bir asılılığı olmadan Azərbaycan Respublikasının vətəndaşı olan hər bir kəs başa düşülür. Yəni bu bir coğrafi məkan deyil, bir vətəndaşlıq birliyidir. Və bu prinsip hüquqda suverenlik adlanır. Bu nə deməkdir? Çox sadə dildə desək, bu deməkdir ki, öz taleyini, öz gələcəyini, öz idarə etmə formasını müəyyən etmək üçün ən son, ən ali səlahiyyət yalnız və yalnız xalqın özünə məxsusdur. Heç kim, nə hər hansı bir kənar qüvvə, nə də hər hansı bir daxili qrup bu hüququ xalqın əlindən ala bilməz. Tamam, bunu aydınlaşdırdıq ki, hakimiyyət xalqındır, gözəl səslənir. Bəs yaxşı, bu real həyatda, praktikada necə işləyir? Yəni, xalq bu böyük gücü, bu hakimiyyəti gündəlik olaraq necə istifadə edir? Konstitusiya bunun üçün bizə iki əsas yol, iki kanal təklif edir. Birincisi, birbaşa hakimiyyətdir. Yəni, xalq öz sözünü ümumxalq səsverməsi, yəni referendum vasitəsilə birbaşa deyir. İkincisi isə nümayəndəli hakimiyyətdir. Bu zaman biz, yəni xalq, öz adımızdan danışmaq, qərarlar qəbul etmək üçün öz nümayəndələrimizi seçirik. İndi gəlin, bu iki yoldan ən birbaşa olanına, yəni referenduma biraz daha yaxından baxaq. Çünki referendum elə bir mexanizmdir ki, burada xalq öz iradəsini heç bir vasitəçi olmadan tamamilə birbaşa şəkildə ifadə edir. Elə buna görə də onun qaydaları xüsusi olaraq vacibdir. Bax, bu cədvəl əslində çox maraqlı bir mənzərə yaradır. Deməli, konstitusiya deyir ki, bəzi məsələlər o qədər fundamental, o qədər vacibdir ki, onları yalnız və yalnız xalqın özü referendumla həll edə bilər. Məsələn, konstitusiyanın özünü dəyişdirmək və ya dövlət sərhədlərini dəyişmək kimi məsələlər. Amma digər tərəfdən, bəzi məsələlər var ki, onları referenduma çıxarmaq olmaz. Məsələn, vergilər, dövlət büdcəsi, amnistiya. Niyə? Çünki burada bir balans qorunur. Həm xalqın ali iradəsinə hörmət edilir, həm də dövlətin gündəlik səmərəli fəaliyyəti təmin olunur. Çox məntiqli bir yanaşmadır, elə deyilmi?
Referendum birbaşa yol idisə, bu sitat da bizə ikinci yolu, yəni nümayəndəli hakimiyyəti xatırladır. Konstitusiya burada çox aydın şəkildə deyir ki, dayan, bir dəqiqə. Xalqın adından danışmaq, xalqı təmsil etmək hüququ yalnız və yalnız xalqın özünün azad seçkilərdə seçdiyi səlahiyyətli nümayəndələrə məxsusdur, başqa heç kimə. Beləliklə sistemi qurduq. Hakimiyyət xalqındır və xalq onu ya birbaşa, ya da nümayəndələri vasitəsilə həyata keçirir. Bəs bu sistemi necə qorumalıyıq? İndi gəlin, bu xalq hakimiyyətini qorumaq üçün Konstitusiyanın hansı müdafiə mexanizmləri təklif etdiyinə baxaq. Çünki bir şeyi qurmaq qədər onu qorumaq da vacibdir. Bəs bu müdafiənin ilk qalası nədir? Konstitusiyaya görə bu xalqın vahidliyi və bölünməzliyidir. Məntiq çox sadədir. Xalq ancaq vahid və bölünməz olduğu zaman öz hakimiyyətini qoruya bilər. Parçalanmış bir xalq öz gücünü itirər. Ona görə də bu prinsip dövlətin təməl daşlarından biri hesab olunur. Yaxşı, bəs ən pis ssenariyə qarşı nə etməli? Təsəvvür edin ki, kimsə hakimiyyəti zorla, qanunsuz yolla ələ keçirməyə çalışır. Buna qarşı Konstitusiyanın ən son, ən güclü müdafiəsi, ən kəskin cavabı nədir? Cavab 6-cı maddədə gəlir və çox sərtdir. Konstitusiya bəyan edir ki, hakimiyyətin mənimsənilməsi, yəni zorla ələ keçirilməsi, sadəcə bir cinayət deyil, birbaşa xalqa qarşı törədilmiş ən ağır cinayətdir. Bax, bu, ən ali konstitusiya müdafiəsidir. Bundan daha sərt bir ifadə ola bilməzdi. Beləliklə, gəlin hər şeyi bir yerə yığaq. Bütün bu danışdıqlarımızın əsas məğzi nədir? Məğz budur ki, Konstitusiyamızın təməlində çox aydın bir məntiq var. Hakimiyyət xalqdan qaynaqlanır, xalq tərəfindən həyata keçirilir və yenə də elə xalqın özü üçün qorunur. Və sonda icazənizlə bir sualla yekunlaşdırmaq istəyirəm. Bugün danışdığımız bütün bu prinsiplər, xalq hakimiyyəti, suverenlik, səsvermə hüququ, bütün bunların sizin şəxsi həyatınızda sizin üçün konkret olaraq nə mənası var? Bu barədə düşünməyə məncə həqiqətən dəyər.